Amma İlkin bəy, misal üçün mən özümdən danışırım. Misal üçün gündəlik rutinlərim var da, deyim ki, gəzəndə, meditasiya eləyəndə, nə bir fly yoqada bir 20 dəqiqə məşq eləyəndə, bu mənim bütün günümü gecə belə saat 1-dir, məsələn, yatmalıyam da mən bu vaxt oyaq qalmıram. Bəli. Yata bilmirəm. Məsələn, get uzanıram, göz açıq oluram. Amma bəzi məsələlər var ki, məsələn, rutinimin birini qaçırdanda, məsələn, bir dənə bir pis xəbər eşidəndə enerji düşür. Bunu enerjini balansda saxlamağın özü çox çətindir. Məsələn, mən görürəm də. Enerji düşdüsə hamısı düşür bir-bir. İş düşür, alınmır, ailə, uşaq dağılır. Getdiyin iş alınmır. Gözəl. Bunu tarazda saxlamağın özünü mən balanslaşdıra bilmirəm heç. Bu necə olur? Bunun kökündə yenə də mən məsəl üçün uşaqlarımıza da, dostlarımıza da belə dostlar arası hələ ki təlimlər keçirik. İndi sentyabrdan planlaşdırırıq. Azərbaycanda da elan verib bu təlimləri keçək. Təbii dünya görüşü ilə bağlı. Çünki bir şey yadda saxlamaq lazımdır ki, bütün texnologiyalar, üsullar təbii dünya görüşünün yanında heç nədir. Bu Dünyanın necə? ən güclü dərmanları belə. Aha. Yenə deyirəm, mən meşəyə gedəcəm yenə. Yəni oradakı ağaclara, otlara, çiçəklərə, arılara, yəni onlara baxmaq lazım ki, onlar necə yaşayırlar. Biz bilirsiniz necə varlığıq. Biz hər bir şeydə çox dilxor oluruq. Təbii dünya görüşü isə hadisə baş verir. Mənim həmişə dediyim bir söz var da, insanın xoşbəxtliyi və bədbəxtliyi onun öz həyatından və ya baş verən hadisədən asılı deyil. İnsanın ona baxış açısından asılıdır. Hə. İnsanın stresini hadisə yaratmır. Adını çəkməyəcəm, bir nəfərdən biri demişdi ki, bəs deyirlər ki, uşaqlıq travmasıdır. Nə var ki, uşağın üstünə qışqırdılar da. Uşaq balaca bir varlıq deyə, uşağın biz adi belə üstünə qışqıranda onun enerjisi uçub gedir o tərəfə. 10 qram enerjisi var da. Sən onun üstünə qışqırırsan, orada bir dənə belə mental bədənində, indi o haqda da danışarıq, mental bədəndə belə bir çapıq yaranır. O çapıq qalır orada. Ta ki o uşaq böyüyüb, ona normal baxana kimi. Yəni bunu mən misal çəkmişəm həmişə. Uşaq vaxtı oyuncağımızın hansısa bir hissəsi qırılır. Biz hönkür-hönkür ağlayırıq. Baxış açısı aşağıdır da. Təbii dünya görüşü hələ yoxdur, hələ formalaşmayıb. Böyüyürük, böyük maşınımızın təkəri qırılır və biz yenə də ağlayırıq. Halbuki eyni şeydir. Başa düşdünüz nə demək istəyirəm? Yəni sizin stressinizi yaradan hadisə deyil. Sizin baxış açınızdır. Siz əgər ona belə gülərək üstündən keçsəz, bunu belə deyim, özümdən də deyirəm, mən də tam o deyiləm. Danışmaq rahatdır. Tam da o deyiləm, mən də istəyirəm, uşağa da istəyirəm, iş yoldaşlarıma da istəyirəm, nəyəsə yolda kimsə maşın şeydir, onu da istəyirəm, normal bir şeydir. Amma biraz sonra onu gülüb, gedib qayıdıb orada bir də gülürəm, yəni. Ən azından yadıma düşəndə. Sadəcə artıq əvvəl, məsəl üçün, deyək ki, 1 il əvvəl Erkin 10 dənə hadisədən 9-una hirslənirdisə, indi 5-inə hirslənir, 5-inə gülür. 10-da 10 olanda, hər bir şeyə gülüb keçəndə, adamlar var ya, deyir, bu sırtıqdır, buna heç nə olmur. Həqiqətən də sırtıq təbii dünya görüşünə malikdir. Yəni, biz səslənsə də, bir vec adamlar olur ki, buna heç nə vecinə deyil. Bağırdan top kimidir də adam, heç nə vecinə deyil. Yəni, pandemiya dövründə də baxa bilərsiniz, ən sağlam insanlar və heç bir xəstəyə tutmayan həmin adamlar idi. Bizim sırtıq və bivec dediyimiz adamlar.